Salam hörmətli müəllimlər və əziz şagirdlər. Bizim bugünkü mövzumuz ilin hesablanmasıdır. Bilirik ki, dünyada iki əsas təqvimdən istifadə edilir: miladi və hicri təqvim. Miladi təqvimdən əsasən xristian dövlətləri və bəzi İslam ölkələri istifadə edir. İslam ölkələrini, Azərbaycanı və Mərkəzi Asiya türk dövlətlərini göstərə bilərik. Hicri təqvimdən isə əsasən müsəlman ölkələr istifadə edir. Qeyd edim ki, miladi təqvim İsa peyğəmbərin anadan olmasından başlayır. Hicri təqvim isə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçü ilə başlayır. Yəni bu köç isə 622-ci ilə təsadüf edir. Miladdan əvvəlki tarixi biz eradan əvvəl və yaxud da ki, miladdan əvvəl adlandırırıq və İsa peyğəmbərin anadan olmasından keçən 1000 il 1000-ci ilə təsadüf edir. 2000 isə 2000-ci ilə təsadüf edir və hal-hazırda 2025-ci ildəyik. Demək ki, İsa peyğəmbərin anadan olmasından 2025 il keçib. İndi isə biz miladi tarixini hicri tarixinə çevirmək üçün istifadə etdiyimiz düstura diqqət edək. Demək, bizim düsturumuz budur. Və biz bu düsturdan istifadə edərək miladi tarixdə baş verən hadisəni hicri tarixə çevirə bilərik. Bununla bağlı biz bir nümunə qeyd etmişik. Bizim nümunəmiz buradadır. Yəni 1579-cu ildə baş vermiş hadisəni, yəni hicri tarixinə çevirmişik və hicri tarix isə cavab olaraq 986-cı il almışıq. Burada isə artıq demək ehtiyac yoxdur. Diqqətlə baxsaz, prosesi görəcəksiniz. İndi isə biz hicri tarixini miladi tarixinə çevirək. Biz hicri tarixində baş vermiş hadisəni miladi tarixinə çevirmək məqsədi ilə bu düsturdan istifadə etməliyik. Buna aid bir yenə nümunə təqdim etmişik. Yəni hicri tarixinin 1056-cı ildə baş verən hadisəni miladi təqviminə çevirmişik və cavab 1646-cı il almışıq. Bu düsturu yadda saxlamaq məqsədi ilə siz bir neçə dəfə müxtəlif illəri hesablamalısınız. Yəni miladini hicriyə, hicrini miladiyə çevirməlisiniz ki, bu düstur sizin yadınızda qalsın. Bununla bağlı mən sizə bu tapşırıqları verirəm. Bu illəri hicri təqviminə çevirin, bu illəri isə miladi təqviminə çevirin. Rəy bölməsində qeyd edin.